Əsrlər boyu xalq təbabətində geniş istifadə edilən zəncir otu. Bu bitkinin 25 xəstəliyi müalicə etdiyini bilirsiniz. Əminəm ki, bunu ilk dəfə eşitdiniz. Leykoz termini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və çoxlu pul tələb edən həkimlər gəlir. Amma gözümüzü açıb ətrafa diqqətlə baxsaq, həyətyanı ərazilərdə, bağlarda qarşımıza çıxan adi bir otla biz bu xəstəliyi müalicə edə bilərik. Zəncir otu. Bu bitkinin yarpağı, kökləri və çiçəkləri leykozla mübarizədə möcüzə yarada bilir. Onun bütün hissələrindən istifadə edə bilərsiniz. Zəncir otundan hazırlanan çay müxtəlif xəstəliklərin müalicəsi zamanı çox təsirlidir. O qanda şəkərin səviyyəsini endirir, xolesterini yox edir, mədə-bağırsaq sisteminə müsbət təsir edir. Bunlarda zəncir otu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykozun 3 növünü məhv etməyə qadir olduğu müəyyən edilib. Deməli, bu bitki 48 saat ərzində xəstəlik hüceyrələrinin 95%-ni məhv edir. Bəli, düz eşitdiniz. Tam 95%-ni. Windsor Xərçəng Araşdırmaları qrupunun əməkdaşı onkoloq Karolina Ham leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı pasiyenti ilə